Bugün yeryüzünün xəlifəsi olan insanın bunun fərqində olub olmaması bir sualdır. İkinci sual isə bugün sizcə yeryüzünün xəlifəsi mənəvi cəhətdən irəli gedir, yoxsa geri gedir? O mənəvi cəhətdən zənginləşir, yoxsa fəqirləşir? Yəni mənəvi cəhətdən biz bugün bu kainatın harasındayıq? Təbii, çox gözəl əslində sualdır. Doğru sual deyir, cavabın yarısıdır. Həm də sual insanı düşündürmək üçündür. Əgər doğru bir aspektdən verilibsə, inşallah cavabı Qurandan gəlməlidir. Biz bizə yönəldilən sualların cavabını təbii dinimiz nöqteyi nəzərdən verməliyik. Nə düşünür əslində bir insan, Quran oxuyan, o Quran ölkəsinin 114 şəhərini gəzən bir insanın təfəkküründə bu məsələ necədir? Və təbii ki, əsrlərdən bəri nəsillər yetişə-yetişə, kamilləşə, böyük elmi bir tərəqqi yolunu keçən bəşər karvanı 21-ci əsrin astanasında bugün fövqəladə böyük elmi kəşflərlə, böyük elmi texniki imkanlarla həyatın fərqli bucaqlarına, kainatın fərqli aləmlərinə, istər tibb olsun, istər müxtəlif peşə və sahələrdə böyük bir dərinləşmənin içərisinə girdiyi zaman, amma mənəvi cəhətdən böyük bir tənəzzülün qapılarını açdığını da bir şahid oluruq. Bir qarışqanın haqqını qoruyan bir din bizə önümüzə çıxıb sülhü, əmin-amanlığı, sevgini, şəfqəti kodlaşdırıb bizim ruhumuza bir nəqqaş incəliyi kimi əslində tikdiyi, hördüyü, ihya etdiyi bir zaman bir də görürsən ki, sadəcə bir zalim insanın və yaxud da bir gücün vasitəsilə bəşəriyyət böyük bir təhdidlə, böyük bir zülüm ateşi ilə baş-başa qalmış olur. Və biz burada baxırıq ki, Allahın o Həzrəti insan dediyi yeryüzünə bayaq söylədiyiniz o xəlifə missiyası üçün göndərilən insan artıq Həzrəti Adəmin evladı olma, o ailədən çıxma, ailənin əslində nurunu söndürməyə təşəbbüs göstərən qatil, cani bir varlığa çevrilir. Sanki özü öz fitrətinə xəyanət edir. Bəli, öz kimliyinə, ailəsinə, öz insan ailəsinə xəyanət eləmiş olur. Və təsəvvür edirsiniz bugün bəşəriyyətin əlində olan maddi imkanların bu bombalara, hidrogen atom bombalarına ayırdığı, bu silahlanmağa ayırdığı pullar nə qədər böyük bir insan ailəsinin milyonlarla problemlərini həll edə biləcək, əslində insanın rifahını, insanın səadətini gətirə biləcək yönə yönəldilsəydi, nə gözəl olardı. Amma əslində yanlış bir düymələmə, bir insan köynəyini yanlış düymələməyə başlayıbsa, sonunda iş nəticədə də yanlış olacaq. Ona görə büyük bəşəriyyət yanlış bir yola çıxıb. Əslində elm, texnika Allahın bir rəhmətidir. İki tərəfi kəskin bir bıçağa bənzəyir bir yönü ilə. Ancaq insan nadan olduğu zaman, haqqın həqiqətlərini anlamadığı zaman, əslində o ilahi ədalətə iman etməyib, özünün şəxsi fikrini, məfkurəsini ortaya qoyduğu şəxsi mənafi ilə hərəkət etdiyi zaman. Bəli, bu zaman insan ailəsi bir tərəfə qalır, şəxsi mənfəət, şəxsi istək və arzu bir tərəfə.